Sabahtan siz qeyd etdiyiniz kimi yeni saziş üzrə danışıqlara başlayırıq. Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, dövrü olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik. Azad internet fəaliyyət göstərir. Razıyam. Deməli, Tofi Yaqub Dünya Azadlıq Konqresinin mükafatına layiq görülür. Mən bundan sonra Uzaq Xalq Parlamentində təmsilçiyəm. Bir də bir sualım olacaqdı ki, ümumiyyətlə mən siyasi məhbusların bütün məhkəmələrdə gedirəm. Ümumiyyətlə məhkəmələrin sayı çox olması məhkəmə qərarının təsir edir və etmir bu sualı məsləhət ki, qonaqlar cavab etsin. Təşəkkürlər, çox sağ olun. Namizəd bəy, deməli, məhkəmələrə vətəndaşların çox getməsi məhkəmə qərarlarına təsir edə bilərmi? Buyurun. Çox gözəl, çox aktual, həqiqətən ha. Bax, bugün biz hamımız şikayət edirik ki, hakimiyyət Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl şərqdə, müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səs vermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şuurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanun aliliyi, mətbuat azadlığı təmin olunur.